Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Hamınızı xoş gördük Etiraf proqramında. Bugün həftənin bazar günüdür. İnanıram ki, bazar gününü hərə öz istədiyi kimi keçirdi. Kimi qonaq getdi, kimi qonaq qəbul elədi, kimi ailəsinin uşağını götürüb şəhərə getdi, kimisə əzizlərinin məzarını ziyarətə getdi. Yəni bu insanıq, insan halıdır. Kimsə də hələ də işləyir, kimsə də axşam işə gedəcək. Bax, məni kimlər hələ işləyir və axşam neçədə çıxacaq. Yəni, həyatın axarına qoşulub, insan da həyatın axarı ilə gedir. Əsas odur ki, bu qısa olan ömrümüzdə biri-birimizin ömrün qısaltmayaq. Biri-birimizə pozitiv enerji ötürək. Necə ki, mən sizə buradan pozitiv enerji ötürürəm. Biri-birimizə əl tutaq, yıxılanı qoymayaq yıxılsın, yıxılanı baltalamayaq, onun dalınca qeybət qırmayaq, kiminsə evin yıxmayaq, kiminsə balalarının gözün yaşlı qoymayaq, kiminsə qəlbin sındırmayaq. Çünki qəlb sındırmaq ən dünyada bağışlanılmaz bir səhvdir. Çünki qəlb Allah yanında ən gözəl, əziz bir yerdir ki, Allah yerdə, göydə Allahı axtarırıq, amma hərəmiz bax, əyilib öz ürəyimizə baxsaq, Allahı orada görərik. Ona görə də Allah qəlbinə görə sizə kimsə desə, bu həm alqışdır, həm qarğışdır. Hərə Allah hərə hamının öz əməlinə görə və öz ürəyinə görə versin. Ürəyi gözəl insanlar. Siz etiraf verilişinə Divan Konsept Mebel mağazasının sponsorluğu ilə baxırsınız. Divan Konsept Mebel mağazası demək olar ki, Xalqlar Dostluğu metrosuna yaxındır. Türkiyəyə gedib mebel axtarmaq lazım deyil. Divan Konsept Mebel mağazası inanın ki, bütün Türkiyənin mebellərin Azərbaycana gətirib. Yol pulunuz cibinizdə qalır, otel pulunuz cibinizdə qalır, yemək pulunuz cibinizdə qalır. Bütün ölçülərdə nə cürə mebel istəyirsiniz, istər sifariş verin, istər mətbəx mebeli, istər yataq mebeli, istər qonaq dəsti, nə istəyirsinizsə, yumuşaq dəst, nə istəyirsinizsə ofisinizə, bağınıza, evinizə sifariş verin, gətirib evinizə hazır qoyacaqlar. Əsas da odur ki, ürəyiniz ölçüdə, istəyən ölçüdə, ürəyiniz istəyən çeşiddə, rəng-bərəng və çox gözəl mebellərlə sizi təmin edəcəklər. Bir də ki, Divan Konsept Mebel mağazasında belə bir kampaniya var. Toy elə, sonra ödə. Yəni, toyunu eləyirsən, toydan sonra pulunu ödəyirsən. Və yaxud da bir balaca aparırsan, bir şəxsiyyət vəsiqəni verirsən və kredit yolu ilə mebelləri əldə edə bilərsiniz. Və Divan Konsept Mebel mağazasının bütün şəxsi heyətinə və başda Tural bəy olmaqla özləri təşəkkürümü bildirirəm. İkinci sponsorumuz isə Paytaxt Bakı restoranıdır. Nə gözəl, mebelləri Divan Konseptdən alırsınız. Toylarınızı da, nişanlarınızı da, xınayaxtılarınızı da edirsiniz Paytaxt Bakı restoranında. Ad günləri, şad günləri, xınayaxtılar, özəl günlərinizi, şad günlərinizi Paytaxt Bakı restoranında qeyd edə bilərsiniz. Paytaxt Bakı restoranında yerləşir, Neftçilər metrosuna gedən yolun düz sağında. Gözəl taamları ilə, canlı musiqiləri ilə, gözəl süfrələri ilə, gözəl ab-ı havası ilə, əsl köhnə Bakının yeməkləri ilə, köhnə Bakının ab-ı havası ilə bu Paytaxt Bakı restoranı insanı özünə cəlb edir. Və sizi Paytaxt Bakı restoranında gözləyirəm, şəxsən özüm də orada olacam. Çünki canlı ifalara qulaq asıb oranın yeməklərini xoşlayıram. Ona görə də artıq orada olacam. Sizi Paytaxt Bakı restoranında gözləyirəm və bütün məclislərinizdə orada eləyə bilərsiniz. İndi keçək əsas mətləbə. Bəli, bugün bizim qonağımız mahnıları dillər əzbəri olan, illərin peşəkar, nəğməkar şairəsi, mənim əzizim, canım. Nə deyim sizə? Bilmirəm Nə deyim çağırım? Bilmirəm ki. Adın nədir?
Rəsmiyyə. Özündə də. Elə yaxşı da deyir ki, mənim adımda deyir 2 Y var. Rəsmiyyə. Rəsmiyyə xanım Davud qızı. Nə badə rəsmiyyə deməsin. Nə badə rəsmiyyə deyəsən ha, rəsmiyyə. Rəsmiyyə xanım, xoş gəlmişsiniz. Çox təşəkkür edirəm. Necəsiz? Çox sağ olun, var olasınız. O qədər məni çox həyəcanlıyam. Mən heç bir verilişdə, inanın Allaha, o gün də sizə bu telefon bağlantısında dedim ki, mən indidən həyəcan keçirirəm. Niyə həyəcanlısınız? Niyə? O Səbəbi nədir? qədər içimdə özümün... Açıq etiraf edeyim. Niyə həyəcanlısınız? İndidən artıq etirafdayam. Hə, etirafdasınız. İlham mənim, o qədər ürəkdən, qəlbdə o qədər ki, ələkdən keçirirsən, elə şeylər, elə nüanslar var ki, onlar inşallah birər-birər dilə gələr. Sizə bir söz deyim, bu həyatda biz insanlar yaşadıkça ömrümüzdən, günümüzdən bir kərpiz düşür. Bəli. Elə düşə-düşə də gedir. Yəni, əsl insan, siz xoşbəxt bir insansınız. Niyə görə? Sizin yazdığınız hər bir şeirlər bir mahnıya çevrilir. Və bu günləri demək olar ki, Azərbaycanda öz sözün deyən, sənətində peşəkar ifaçılar sizin mahnılarınızı, sizin sözlərinizə yazılan mahnıları oxuyurlar. Necəsiniz? Nə var, nə yox? Çox sağ olun, çox təşəkkür edirəm. İllərdir görmürəm. 2000-ci ildən bura sizi görmürəm. İnanırsınız. Siz adətən deyirlər ki, sənət adamlarıdır, müğənnilərdir, yəni aktyorlardır, aktrisalardır və yaxud da ki, bu rejissorlardır, şairələrdir, bəstəkarlar. Adətən üzdə olanlar siz hamımız yaxşı bilirik ki, müğənnilərdir. Bəli. Aktyor, aktrisalardır. Bəli. Rejissorlar pult arkasında olur. Şairə indi müğənni deyil, hər gün gün aşırı olsun efirdə. Şairə az çıxmalıdır. Ləzzətli çıxmalıdır. Az çıxmalıdır, naz çıxmalıdır. Naz. Və əsərlərin ortaya qoymalıdır. Bəli, bəli. Bugün bir sürprizimiz olacaq sizə, amma hələ demirəm. Bəli. Amma bir dənə bilirəm ki, indidən həyəcan keçirəməyim. Nəsə elə bir nüans olacaq ki, ağlasam, qalmışam ki, ağlayacam, yoxsa yox. Yox, ağlayanda da hönkür-hönkür ağlayıram. Gəlin belə deyək. Bəli. Bizim gözəl nəğməkar şairəmiz harada doğulub, harada boya başa çatıb, qısa, konkret və necə oldu ki, bu sənətə gəldiniz? Etirafın ən münasib buradan başlayır. Buyurun. Demək, mən Rəsmiyyə, 2 Rəsmiyyə Davud qızı Lənkəran şəhərindən, Azərbaycanımızın dilbər güşəsi. Oy, nənəmin boləsi. Bəli. Buradan bütün Lənkəran xalqını salamlayıram. Bütün sevgilərimi göndərirəm Lənkəranlarına. Cənub bölgəsinin hamısın, qonaqpərvər xalqlar. Bəli, Lənkəranda anadan olmuşam, boya başa çatmışam. Lənkəranda ilk iş əmək fəaliyyətimə Lənkəranda başlamışam. Sonra İncəsənət Universitetinə daxil olmuşam. Oranı bitirmişəm və İncəsənət Universitetinə də getməyin bir, yəni ki, elə bir səbəbi olub. Mən Xaricilər Universitetinə birinci, yəni ki, imtahan vermişəm. Özdəki çalışırdım ki, kəsilim. İngilis dili yaxşı bilirdim. Amma tarixdən nə gözəl ki, məni kəsdilər o vaxtı. Çox gözəl oldu. Mən artıq İncəsənəti o qədər sevirdim. Səbəb də nə idi? Polad Bülbülovunu sevirdim. Onun mahnılarını, mənim üçün onun mahnıları mənim gözümdə həyatı o qədər gözəlləşdirirdi. O qədər mənalı, maraqlı eləyirdi. Mən dedim, ay Allah, mən nə vaxt bitirəcəm orta məktəbi. Mən gedəcəm İncəsənət Universitetinə. Amma gördüm ki, nəsə evdə biraz dedilər ki, yox, Xaricilər Universiteti, müəllimim ol, nə bilim, bilirsiniz də, rayon yeri. Canım, qıza, ora getmə, qıza, öldürərəm sən, ora getmə. Bunu da deyim ki, qismət. Bunu da deyim ki, inanın, anam bizi çox böyük əziyyətlə, çox böyük zəhmətlə boya başa çatdırıb, 4 bacı, bir qardaş. Anam deyir ki, sizə nə olur olsun, bir dənə Həsənə heç nə olmasın, qardaşımıza. Ona heç nə olmasın. Hətta deyirdi ki, nə vaxtsa mən dünyamı dəyişsəm, Həsən mənim 7-im çıxandan sonra bilsin, 3-üm çıxandan sonra bilsin. O qədər ki, oğlunun vurğu, o qədər onu sevirdi. Bizi də çox istəyirdi, bizi də həddən artıq sevirdi. Həm də ki... Bəs siz necə, bazı qardaşlarınızı sevirdiniz? Elə şeyim olar, əlbəttə ki, sevirdim. Sevirdim. Ailədə ümumiyyətlə qız uşaqları elə vaxt olur ki, bacıya mehrin bağlayırlar və elə vaxt olur qardaşa mehrin bağlayırlar. Müdaxilə edirəm. İlham müəllim, bu elə bir sual verdiniz ki, biz bir ananın, bir atanın övladlarıyıq. Onu bilirəm. Yəni ki, burada elə bir,
yəni ki, məsələ burasındadır ki, sənə uyğun, sənin xarakterinə uyğun, sənin xislətə, yəni ki, xasiyyətinə uyğun evdə kimdir? İndi mən sizə bir sual söz deyim. olmur. Bax, siz özünüz bayaq dediniz ki, anam deyirdi ki, mən dünyamı dəyişəndən 7 gün sonra Həsən bilsin. Bəli. Görürsünüz, deməli ananız, oğlun sizdən daha çox istəyib. İndi istəməsin. Valideynlər Bəli. indi istəməsin, valideynlərin də arasında. Məsələn, Bəli. deyirik ki, düzdür, 5 evladımız var. Hamısı bizim canımızdır, qanımızdır, Bəli. ürəyimizdir. Amma onun hansısa bir dəcəli, hansısa bir zəifi, hansısa bir qara ərköyünü ata-ananın daha çox sevimlisi olur. Bəli. Evladlar hamısı doğmamızdır. Bəli. Mən ona Tamamilə görə doğrudur. sizdən soruşuram ki, sizdə ən böyük ağır itki nə itkisi oldu? O ağır itkidən danışanda, hətta inanın ki, mən efirlərə ona görə son vaxtlar çıxmıram ki, inan İlham müəllim, çox gözəl siz bunu məni başa düşərsiniz. Bəli. Yəni ki, mən 3 il, 4 il, artıq 4 ilə keçib, 4 ildir ki, mən ən çox sevdiyim insanımı itirmişəm. Kim itirmişsin? Yəni ki, Kim itirmişsin? bacımı itirdim. Bacınızı itirdiniz. Böyük bacımı itirdim. Hansı bacınızdır? Budur mu? Bu nur üzlü, bu melek Sima bacımı itirdim. Xeyirxah, əməlləri, nə gözəl insan. İlham müəllim, mən bilmirəm necə ifadə edeyim fikirlərimi. Mən onun kimi bir qadın görmədim. Görməyəcəm də. Mən elə gəlir ki, sizə həm ana olub, həm bacı olub. Bəli. Nədən dünyasını dəyişdi? Siz desək, mən sizə bir epizod danışacağım. Deyin, nədən? Nailə xanım yanvarın 4-ü dünyasını dəyişdi. Bəli, Nailə Mir Nailə xanım gecə mənə Allah zəng rəhmət vurdu ki, eləsin. Mir Məmmədlə bizim gözəl bəstəkarımız. Allah hər ikisinə rəhmət eləsin. Nailə xanım mənə zəng vurdu ki, gecə rəsmiyə sabah 9-da gəlirəm maşınla. Şəhid anasıyam. Bizim söz yazarı mən idim. Musiqisini Nailə xanım. Yəni ki, o bəstələmişdi. Dedi ki, 4 studiyada olmalıyıq biz. Hazır olasan 9-da gələcəm. 9-da gələcəm, gəlim gözləməyim səni. Gedək bir yerdə gedək. Danışdıq. Dedi, axırda nəsə gördüm, pauza verir. Dedim, ay Nailə xanım, niyə bir tərsən? Dedi ki, bilmirəm, qara geyinərsən də. Mənə dedi. Dedim, əlbəttə qara geyinərsən. Sən niyə sevinmirsən? Sənin bütün şəhidlərə sənin sözlərindir. Yəni ki, onlara dedim, nəyə sevinməliyəm ki, şəhidlərimizə yazmışam da. Çox, özdə ki, o şəhidlərə yazdığımız orada bir hissə var. Nailə xanımın 16 yaşlı oğlu dənizdə boğulmuşdu. Dedi, rəsmiyə, səndən bir ricam var, səndən bir istəyim var. Elə ki, mənim oğlum da o şəhidlərin siyasında görüm onu mən. Orada, inan, danışa bilmirəm o barədə. Mən yazdım ki, hər şəhid mənim balam, sızlar qəlbimdə yaram. Şəhidlər bil ölməzdir, əbədi yaşar balam. Təsəvvür eləyin İlham müəllim, onu ilk dəfə onu çıxış elədim. Hardasa bir dəfə çıxış elədim. O qədər onu içdən, onu ürəkdən ifa elədi. Onun nələr keçirdiyi... Onda bir an gözləyin. Rejissorumuzdan xahiş edək o səsi biraz artırsınlar. Bəli, bir fragment Yüreğli bayrağımı yükselden şehit balam. Her şehit benim balam, kalbimde sızlar yaram. Şehitler bil ölmezdir, ebedi yaşar balam. Kanınızla yazdınız bu torpağa sevgini, bəxşetdiniz vətənə en yeni tarixini. Vətənin qələbəsi sənin zəfərin oldu. Amma buradan da deyirəm, Nailə xanımın da bir ad günü. Bugün ad günü. Bugün ad günü Ay Nailə Allahım, xanım. ay Allah. Sənin ruhun qarşısında baş əyirəm baş əyirəm, mən də baş Nailə əyirəm. xanım, ruhun qarşısında baş əyirəm, mənim əzizim, dəyərlim. Nailə Mir Məmmədli, Can, Hikmət Mir Məmmədli. Allah sizi rəhmət eləsin. rəhmət Allah sizin o dünyanızı versin. Gör,
bugünkü gündə Gör, necə təsadüf. oldu ki, Nailə bir Mən mənəviyyətin dünənə qeyd eləmişəm. Yox, onu. bu gün. Dünən yazmışam mən Bəli, o haqqda. bəli, bu gün, bu Yəni gün, ki, bu gün. görün. Nailə xanım, Nailə xanım. Allah onu nə rəhmət gözəl, eləsin. Allah Bax, rəhmət- ondan da görün. danışdıq. Mənim əzizim, o dost, o da əkizlər idi. Mən də Əkizlər- əkizlərəm, siz də əkizlərsiniz. Ona görə çox sevirdik Bəli. bir-birimizi. Röya Ayxan da əkizlərdir. Röya da Çünki əkizlərdir. Röya ilə biz Hamısı Röya əkizlərdir, Ayxanla ətrafında. Nailə Bilməmərdinin evində dut çörək Bəli, kəsirdik. bəli, Faiq o ağa qədər. idi, o idi, mən idim, Nasbəri, dost O Əliyev qədər, idi, o qədər, o orada. qədər. Onun evi demək olar ki, bizim evimiz Deyirdi idi ki, heç bir. rəsmiyə Lənkəran bişisi bişirmişik. Tez gəl. O deyil, Özü Nailə çatdı. xanımın efiri. Yox, Nailə xanımın, sənin deyiləm, sənin Hə. deyiləm mahnısı. Səsim verərdiniz onun Nailə bugün xanımın ruhu da səsi. şad olsun. Olunan şeirlərin Can. miqdarını deyiləsi deyil nə qədərdir. Amma bütün o şeirlərdən hansısa doğrudan o dilə bir köydə yaxın olur da adama. Hardasa sözün özü elə yazılır ki, özü artıq musiqi notları ilə, musiqi melodikası ilə dolu olur. Bəzi vaxt, məsələn, bir də görürsünüz elə sözü götürüb qarşıma qoyanda o sözlərin özünü ifadəsidir, hecasıdır, vəznidir. Elə gətirir ki, bir də görəm elə əlim rayalın üstündə özü gedir, elə musiqi özü özünə alınır. Bu sözlər o silsilədəndir. Yüreğin qalmasın arxamca mənim, bir daha qarşına çıxan deyiləm. Heç ümid bağlama, sevmişdim səni. Elə itirdin ki, o mən deyiləm. Ağlına gəlməsin, dönəsən birdən. Qəmli gözlərinlə güləsən birdən. Böyük dərdlərimi biləsən birdən. Böldüyüm bəsimdir, bölən deyiləm. Allah rəhmət Ey eləsin. həyat, ey həyat, kimləri itirdi ya İlham müəllim, kimləri? Siz bilirsiniz, mən son illərdə kimləri itirdim. Amma sizə bir sözüm, üzr istəyirəm. Bəli. O şəhidlər mahnısının da sözləri Şəhidlər, sizindir. bəli, şəhid anasıyam. Bax bunun da. Bəli. Amma siz də Nailə xanımla bir yerdə doğrudan da gözəl möhür vurmuşsunuz. Əlbəttə. Nailə xanım deyirdi ki, mənə dedi ki, hayır, bundan sonra Tahir mənim də o sözü mənə deyir. Tahir mənim rəhmətli, qoy bu sözdən o sözə keçirik. O qədər söhbətlər var ki, İlham müəllim. Tahir Əkbər bizim mərhum gözəl Bəli, Allah bəstəkarımız. rəhmət O gündə eləsin. xatirə gecəsi Bəli, idi, bəli. geçmişdi hamımız. Yəni Tahir müəllim mənə deyir ki, rəsmiyə, vallah qadan alım deyirdi. Sən bu gecə yağışından sonra heç yazma. Söz yazma deyirdi. Sən bu gecə yağışı ilə möhrümü vurdun. Azər Zeynalov bizim böyük Bəli, sənətkarımız bəli, bəli, oxuyur. bəli. Allah Azərbaycan sağ xalq sağlığı artisti versin, bəli. və o həqiqətən də Azər mənim vuruldu o sözlərə. Bu Tahir müəllim mənə qayıt dedi ki, ay rəsmiyə, sən qadan alım. Gecə saat 1 idi. Dedi ki, rəsmiyə, sən bu yağışı ilə gecə yağışı sabah bir gün mənə çatdır. 20 dəqiqə yazdım, verdim ona. Dedi, mən inanmıram. Sən bunu nə Onda gəlin rəhmətli Tahir müəllimin də bu günləri xatirə gecəsi oldu. Xatirə gecəsi Dünyası- olacaq, vallahi Yəni, bu da xatirə Tahir gecəsidir. müəllimin səsi varsa zəhmət olmasa. Çılğın, onun fantaziyaları o qədər zəngindir, rəngarəngdir. Bilirsiniz, mən onunla musiqi işləyəndə doğrudan zövq aldım. Çünki bizim gözəl bir mahnımız var. Azər Zeynalov böyük bizim sənətkarımız oxuyubdu və o hərəm-hərəm yəni şeirləri bəyənmir, amma o baxan kimi bu şeirə sanki vuruldu o şeirə. O şeirin də adı çox qəribədir. Yağış haqqında bir poema idi sanki, amma mən dedim, ay Rəsmiyə xanım, sən gəl burada bir yenilik elə. Dedi ki, nə? Dedim, yağış çox olubdu bizim mahnılar. Çox mahnılarımız var da. Amma sən bana bir başqa don geyindir. Mahnının adını qoy, gəl qoyaq gecə yağışı.
siz təsəvvür edirsiniz, gecə yağışı tamam ayrı bir yani obrazdır. Duyur penceremi sakit hafifçe, Həzin həzin yağan gece yağışı oyak kalbim ile olup kol boyum, oyak kalbim ile olup kol boyum, nice hasret ile. Heyf, Reklamlar. heyf. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Yenidən studiyaya qayıtdıq. Rəsmiyə xanıma bir sualla müraciət etmək istəyirəm. Rəsmiyə xanım, deyirlər ki, bu nəğməkar şairlikdən başqa bilirik, həm də jurnalistika ilə məşğulsuz, onu da bilirik. Amma deyirlər, həm də iş qadınısınız. Bu doğrudur, yoxsa yalandır? Vallahi ilan Niye gülürsünüz? Bunu hardan öyrəndiniz? Sadəcə. Mən gəlməmişdən qabaq, qonaq gəlməmişdən qabaq onun haqda məlumat toplayıram. Amma düz olub, səhv olmağın qonaq özü deyir. Yox, hardasa bir gerçək var burada. Bu söhbətdə hardasa bir gerçək var. O da bilirsiniz nəyə görə olub. Demirsiniz, etiraf eləyin. Etiraf edin, bəli, etiraf edin, bəli. Deməli, mən jurnalistikada, məni tanıyanlar bilir, 20 il mən yəni qələmimlə döyüşmüşəm. Yəni ki, belə. Amma ki, mən şairliyə artıq başlayanda ki, orta məktəb illərindən mən başlamışam, yəni ki, yazıbı yaratmağa. Amma ki, bütün o alt nömrəli məktəbin divar qəzetlərini mənim yazılarım bəzəyərdi. Amma birdən mən anamı itirdiyim gün, o dərd o qədər məni tutdu. O qədər mənim, bilmirəm, onun torpağına bələdilər, mən ölmədim, ölə bilmədim, sakitləşmirdim. Heç cür sakitləşmir. Və inana bilmirəm ki, mən bugün anamla sakit danışa bilirəm. Sakit danışa bilirəm. Bilirsiniz niyə? Zaman. Bilirsiniz niyə? Mən bir qəlb gerçəyimi, ürək ağrımı deyəcəm sizə. Mənim bacımı ki itirdim, bacımı. Elə bil ki, anamın itkisinin üstünə elə bir ağır bir o yük qoydu ki, elə bir anamın itkisini necə deyim də ifadə edeyim sizə. Anamın itkisi onu biraz onu da mən onu başa düşmürəm ki, onu mümkün deyil. Onu ancaq ana itirən balalar bilər. Mümkün deyil. İnanın Allaha, 2 il mən depresiya deyilən siz gözəl Bəli. mən ayıla bilmirdim. Mən nə efir, nə şeir, nə o bir ancaq şeir yazırdım, bacıma yazırdım. Ancaq inanın Allaha, Nasfəri xanımla bacıma bir mahnı hazırladıq. Dedim mənim ürək ağrımı, mənim qəlb acımı ancaq Nasfəri xanım. Ancaq Nasfəri xanım, bəlkə mənə təsəlli olacaq. O ifa eləsə. Nasfərlin o. Bəli, Ağızlarına, Bağışla ana mahnısı var. Dedim Nasfəri xanım. O sözləri sizindir. Yox. Dedim elə olsun. Qurban sizə. Ona bənzəsin. Ona, yəni ki mənim ağlayım da hönkürüm. Bənzəyirmi? İçdən. Heç olmasa o mahnı. İnanın, biraz yəni görəcəksiniz, eşidəcəksiniz. O nəqarat var orada. Orada nəqarat var bacımda. Gəlin bir dinləyək. Bəli. Özün təsəlli et, sən məni bacım. Təsəllinə gərək, sən yoxsan göz yaşım sel olur, qəlbimə axır. Bir ümid təsəlli yoxdur ilahi, özün təsəlli et, sən məni bacım.
Doğrudan buradan salamlayırıq dəyərli sənətkarımızı, əziz bacımı. Var Onun olsun, hər Məsfəri xanım, var ifaları olsun. o qədər belə yanıqlı Bəli, oxudu Məsfəri ki, xanım da axırda ikimizin də dərdi biri idi. Bəli. Mən burada bir şeydə Buyurun. bir gözəl insanı, bizim Şahin Əhmədzadənin əməyini qiymətləndirmək istəyirəm. Buyurun. Şahin bizim gözəl aranjmanımızı Şahin eləyib, bəstəkar, müğənni, Salamlayırıq çox buradan. aristokrat, çox intelligent, belə çox gözəl insan. İnşallah burada oturacaq o. İnşallah. Allah qoysa oturmalıdır İnşallah, mütləq. inşallah. İllərin sənətkarı Nisə Qasımovanın gözəl müğənnimizin, yəni ki, İnşallah. kalifiyə sənətkar, yəni ki, onun aranjmanı. Hə, biznes nə oldu? Hə, Biz bu şeydə Mustafa istəyirəm dedi, ki, ha. biznesi bir bazı istəyirəm üstündən Hə, keçmirəm. yox, dedi görə nə Hə, biznesidir? Deməli İlham müəllim, vaxt oldu, məqam oldu. Dedim mən kitablarımı necə çıxarım? Kitablar da bəs belə mənim əlavə gəlirim yox. Yəni ki, jurnalistika belə elə və Kubinkada yaşayırdım. Aha. Qəşəng, balaca gözəl evlər. O qədər sosial, elə bil mən sosial ev tikirdim. Aha. O qədər ailələri, evsiz ailələri, kirayələrdə illərlə qalan ailələri o qədər evli eşikli elədim ki. Bir otaq, 2 otaq, təsəvvür edin. Bizim qoy belə deyim də, mənzil istismar sahəsinin rəisi vardı, Ələsgər müəllim. O bir gün mənə qayıtdı dedi ki, indi memar işləyir, Nəsim rayon icra hakimiyyətində. Qayıtdı da, ay Rəsmiyə xanım, vallahi bu gün sabah olacaq rəsmiyə MTK. Dedim, yox, ay Ələsgər müəllim, çox böyük səhvim var. Rəsmiyə MTK olmayacaq, kasıb MTK. Kasıb MTK. Çünki mən ora nə xərc çəkirdimsə, oradan mən biri gəldirdi, ərim evimi yandırıb gedib, Rəsmiyə xanım, qurban olun, bunu mənə bu qiymətə verdi. Baxırdım, görürdüm, hədə, bu belədir, mən nə deyim, nə qoyum? Orada tikirdiniz, evi Hə, satırdınız. əməlli başlı, gözəl evlər. Sadəcə elə olurdu ki, mənim oradan qazancım nə idi? Sual verin mənə. Nə idi? Hamı elə bilir ki, özdə ki, mənə deyirlər ki, bu çörəyi sən bizə verdin. Rəsmiyə, bəzi indi kişilər var orada. Bu işlə məşğuldur. Qoy deyim də, etiraf edirəm da İlham müəllim. Etiraf edin. Hamısı mənə indi də Allah balanı saxlasın. Sən bizə bu çörəyi verdin. Yəni ki, gerçək bir iş görürdüm də. Qəşəng bir iş görürüm. Evsizlər evli olurdu. İndi onlar həmin insanlar. Bu qədər söküntü gedir Kubinkada. Hamısı mənim onlara satdığım və onlardan cüzi miqdarda qazandığım, kitablarımı çıxarırdım o qazancımdan. Və onlar hamının gözünə elə görünürdü. Elə bir ki, mən milyonlar qazanırdım. Yox, elə deyil. Hamı da eşitsin. Bugün etiraf edirəm. Orada 1000 manat, 2000 manat qalırdı. Onda qaçırdım. Bizim Şamo müəllim var. Gözəl bir insan, Cahan xanım var Azərbaycan nəşriyyatında. İllərin oladı, sənətkarlardı. Deyirdim, Şamo müəllim, bu kitabımı, sən yoxsan bu şəhərdə. Kədərimi ağlama payızı, 2-ci kitabı başlayırıq. Siz təsəvvür eləyin, həmin o evlərlə mən kitablarımı çıxartdım. Halal olsun. Kitablarımı, 9 kitab. 9 kitab, indi siz təsəvvür eləyin ki, həmin insanlar, Kubinka söküntü zonasıdır. Bəli. Hamısı, o qədər dua elə rəsmi sizin bir otaqlı evdən ev alırıq. Allah sizin balanızı saxlasın. Onları da siz səbəbkar olmuşsunuz. Allah Səbəbkar köməyiniz oldu. olsun. Rəsmiyə xanım, neçə evladınız var? Bir qızım var. Bir qızınız qızım var. var da. Ailəli də subaydı. Yox, ancaq karyera deyib Nə, durur. yox? Karyera Hə, deyirlər, yoxsa yox. qorxuram danışmağa. İnanın Allaha. Siz təsəvvür, mənim qızım gəncliyindən, yəni ki 17, onlar yeniyetməliyindən ictimai fəal olub. Gözəl, çox gözəl. Allah saxlasın. Çox sağ olun, Allah sizinkiləri də Xoşbəxt saxlasın. Cəmi olsun. balaları saxlasın, çox sağ olun İlham müəllim. Deməli, İrəli İctimai Birliyi var. İrəli İctimai Birliyində media rəhbəri idi. Orada, o qurumda, indi Neftçalanın icra başçısıdır. O, həmin onların rəhbəri Mir Həsən müəllim. Mir Həsən müəllimin yanında çalışırdı, demək, media rəhbəri. Və bütün gün efirlərdə idi. Bütün o İrəli İctimai Birliyinin, bütün o gördüyü işləri hamısı işıqlandıran mənim Məleykə qızım idi. Məleykə Tarzadə. Allah xoşbəxt eləsin. Və gəldi, elə oldu ki, İstanbulda arzusu vardı oxumaq, jurnalistikanı bitirdim. Şükürlər olsun, gözəl bir qurumda, çox gözəl bir yerdə çalışır, indi gözəl bir qurumda çalışır. Çox böyük hörmətləri var qızıma da, onun əməyinə də və təsadüf deyil ki, möhtərəm prezidentimiz də COP beynəlxalq tədbirində qızıma 2 dəfə deyəsən təşəkkür verdi.
Əla. Təşəkkür verdi. Bəli. Təbrik edirəm. Çox təşəkkür edirəm. Təbrik edirəm. Maşallah Ha, ağıllı bax, qızdır. budur, görürsünüz. Maşallah, Bəli, maşallah. bəli, Ne bəli. güzel qızdır. Ha, çox Allah sağ ol. xoşbəxt eləsin. Çox sağ olun. Vətəninə, Çox sağ olun. elinə, obasına, Çox sağ olun. dövlətinə yararlı Prezidentimizə də evlat mən olsun. təşəkkür edirəm, çox təşəkkür edirəm. Uşaq, gənclər necə ruhlanır, Bəli. necə inanırsınız. O qədər sevinirdi ki, bizim prezidentimiz mənə... Ali Başkomandanın Bəli. imzası ilə. Bəli, bəli, bəli. Təbrik Bəli, edirəm çox sizə. təşəkkür edirəm Vallahi, sizə. elə evlat Yəni əməyim böyütmək. boşa getmədi. Yox, getməz. Əməyim boşa getmədi. Ümumiyyətlə, alın yazısına inanırsınız. Əlbəttə. Əlbəttə. Taleyi insan özü yazır, yoxsa Allah yazır? Tanrı yazır. Tanrı yazır. Mən böyük səhv eləyirəm desəm, insan yazır. Yaxşı. Tanrını Allah yazır, Tanrı yazır. Taleyi. Taleyi Tanrı yazır. Amma Tanrı da bir şey deyir ki, məndən hərəkət, səndən bərəkət. Yəni iki əli, iki ayağı, iki gözü mən verdim Yaxşı, sənə. bax, bu günləri ən gözəl, Bəli. açığı deyəm, bax, görsə fəxrdən, görsüz qızınızın əlində, Bəli. qızınızın əlində cənab prezidentimizin imzası ilə təşəkkürnamə. Bəli. Sizin hər yazdıqlarınız mahnıya çevrildi. Bugün Rəsmiyə xanım olmasa belə adı tarixdə qalacaq. Çünki o yazdığı əsərlər. Bəli. Xoşbəxt qadınsınız, Əlbəttə. xoşbəxt anasınız, Bəli. xoşbəxt anasınız. Bəs xoşbəxt xanım deyə bilərsiniz özünüzə. Mən xoşbəxt xanımam. Nəyə görə? Deyim sizə, gerçəyi deyəcəm. Bilirsiniz, həyatda gənclik yaşına çatırsan. Vaxt olur sevirsən, sevilirsən. Aha. Vaxt olur aldanırsan, vaxt olur gerçəkdən sevgilər birləşir, qovuşur. Bəli. Yəni ki, bu insanın özü əlində olmayan bir yəni nüanslardır ki, olur ki, ayrılıqlar da var. Həyatda sevgilər olduğu kimi... Fırlatmayın sualına, cavab ver. Fırlatmıram. Yox, sevdiyim insan olub həyatda, mənim həyat yoldaşım. Sevdiyim insan olub. Eynən də qızım ona oxşuyur. Sevdiyim insan olub həyatda. Ölü? Yox. Allah Yaşayır. eləməsin, yaşayır. Allah eləməsin. Gözəl oğlandır. Azərbaycanda bəlkə 5 dənə gözəl oğlan vardısa, hələ o vaxtda Türkiyə yollar o qədər açılmamışdı, onun üçün deyirdilər ki, bəli, o vaxtda deyirdilər ki, filmləri onu istəyirdilər. Mən onun şəklini də göstərdim. Hündür boy, gözəl. Deməli, bir-birinizi sevmişsiniz. Mən istəmişəm onu. Onu bilmirəm, mən onu çox sevdim. Bəs axırı nə oldu? Gözəl. 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 Gözəl, əlbəttə, o cür qızımız var. Ay səni. Ay səni. Evi yoxdur. Yenə də bizi iləndir. Yenə də bizi iləndir. Yox, yəni ki, o demək deyil ki. Əsas o da qızına atalıq eləyirmi? Niyə eləmir? Çox gözəl. Yəqin ki, o qədər sevirəm. Leyla xanım, təşəkkür ederim. İstəyirsiz gəlməyin. Yo. Gəlin. Vallahi yox, həqiqətən belə normal. Siz bilirsiniz ki, Rəsmiyə xanımın artıq inşallah 28-də doğum günüdür. Və Təbrik edirəm. onun doğum günü olduğuna görə sizə təşəkkür edirəm ki, bu günləri Sumqayıtdan tədbirdən çıxıb, bax bu gün bura gəldiniz. Mən sizə təşəkkür edirəm və inşallah ayın ya 7-si ya 8-i etirafın qonağısınız. İnşallah. Burada Söz eləyəcəksiniz. Gələcəm. İndi də, bəli, gələcəksiniz. İnşallah söz verirsiniz də 7-si Bəli, ya əlbəttə 8-i. ki, söz verirəm. Bəli. Vəssalam, Problem gəlirsiniz yox. bura. Etraflarına Yaxşı. yaman olacaq. İndi sizin öz ifa elədiyiniz bir mahnıdan Gözəl bir- sürpriz Mənə hədiyyə eləyir. eləyir. Hədiyyə Mənə. eləyirsiniz. Biraz da hədiyyə. Bəli. Mənə Tamam. hədiyyə. Mahnı O əlmanı. da həzindir musiqidir. Bəli. Olsun da. Olsun. Sizi mən həzinliyi ilə sevmişəm. Mən konsert eləyəcəyik biz. Rəsmiyə xanım, reklamlarımız bitdi, yenidən qayıtdıq. Amma gözəl sürpriz elədi bax sizə. Gözəl, çox sağ olun. Heç sizin xəbəriniz var idi. Yox. Deməli, o birinci mahnı, sizin təzə çıxan sözləri sizin, evimizə qoyub musiqisi kimindir? Bizim musiqisi, bizim bir Qədir babamız var. Aa, Qədir İsmail. Kimdir o Qədir baba? Çox gözəl bir Ben insan. eşitməmişəm Qədir baba. Çox duygusal. İş Babadır. adamıdır. Adı Yox. Qədirdir yoxsa babadır? Babadır. Ahu adlı gözəl bir çiçəyi var, nəvəsi var. Ha, Allah saxlasın. Baba olmağına babadır. Hə. Amma ki biz onunla işləyəndə bütün heyət mən ona baba adı qoydum.
Qədir baba. Cavan adamdır. Yəni ki, cavan. Mavi gözlü bir babamız var. Allah saxlasın. Qədir baba. Allah onun canını sağ eləsin. Salamlayırıq. Çox gözəl mahnıdır. Leyla Nəyin ki, xanım da nəyin ki İlham müəllim, nə qədər seçilə mahnılarımız var. bilirəm. İndi Gözəl. mən hal-hazırda eşitdiyimdən danışıram da imkan versin deyərəm. Buyurun. Yəni ki, bu günləri sizin birinci Leyla xanımın oxuduğu birinci mahnı sözləri sizin idi. Bəli, bəli. Musiqisi də Qədir babanın. Bəli, Çox bəli. gözəl, xeyirli, uğurlu olsun. bəli, İlki çox burada sağ ol. oxudu. Deməli, əla olacaq. Və ikinci mahnı da Leyla xanıma oxutdurdum. Sizin 28-i. Çox təşəkkür Doğum edirəm gününüzü. Ne qədər gözəl ürəyə malik xanımsınız ki, sizin doğum gününüz bizim dövlət bayramımız Bəli, olacaq. bəli, Yəni dövlətimizdə Mən bayram ona görə olacaq. xoşbəxtəm, değil mi? Bəli. Mən ona görə deyirəm. Bəli, xoşbəxtsiz siz. Cümhuriyyət günü, Siz müstəqillik günümüz. xoşbəxtsiz. Bəli. Bəli, xoşbəxtsiz. Gözəl, ağıllı, tərbiyəli evladınız var. Xoşbəxtsiz siz. Gözəl mahnılarınız var və pozitiv xanımsınız. Həm də sizi niyə görə çox istəyirəm? Mən sizi illərdir tanıyıram. Sən demə əkizlər bürcü. Əkizlər bürcü. Əkizlər bürcü. Ay balam. Ay, Əkizlər bürcü xanımlar. Yaradır əkizlər. Əkizlər bürcü ürəkdir, candır. Amma adamı çərrədib öldürəndir. Bir dənə bir şey deyirsən, 50 dənə bir şey 50 dənə. deyirsən. Allah'ım, hər şeyə tələsən. Tamamilə doğrudur. Amma əkizlər bürcü Amma sizə xanımları bir şey deyim. Allaha bağlı xanımlardır. Nə istəsələr ha, gec də olsa Allah onlara verir. Tanrıdan istəyirəm. Çünki onların qəlbinə görə Allah onları yetirir və onlar gördükləri, yuxularında gördükləri ürəklərinə daman həmişə başlarına Siz bunu gəlir. hardan bildiniz? Necə hardan bildim? Hücum çəkməyin, nə olur? Bir sözdü sormuşdum. Aynen, eynən. Bəli, Elə bir şey. bəli. Onların ürəklərində daman bilirlər ki, bax, Bəli, intuisiya əgər mənim çox güclüdür. Çünki 6-cı hisslər onlarda daha İnanın oyaqdır. Allaha ilham mən, yuxularımdan qorxuram. Qorxma, Qorxuram. qorxma. Qorxma. Bir qorxu duası yazdıram. Qorxma lazım, qorxma. Yəni, onlar bilirsiniz niyə görə? Mənim bir şeirim var idi. Dara düşüb darxanda mən Tanrıya üst tuturam. Kara düşüb karxanda mən Tanrıya üst tuturam. Zirvələrə ucalanda, sözüm məndən öc alanda, haqq, ədalət ovulanda mən Tanrıya üst tuturam. Yəni, əkizlər bürcü altında doğulan insanlar dara da düşsələr, arxaları olmasalar da, dayağı da olmasalar da bircə Allah əllərini qaldırıb Allahdan istəyirlər. Xoşbəxtəm ki, dayağım Tanrımdır. Bəli. Tanrımdır. Bəli. dayağım. Allah istədiyi bəndəni heç kim yıxa bilməz. Allah yıxdığı bəndəni heç kim qaldıra bilməz. Siz inanın Əsas Allaha, budur. inanın Allaha. Siz amma bir sual vermirsiniz da mənə, gözləyirəm o sualı verəsiz mənə. İmkan verirsən ki. Ay İlham mənim, Ay mənim can. əzizim. Həqiqətən sizi çox istəyirəm. Allah Mən çox də sizi istədim. çox Bugün istəyirəm. sizə çox istədim. Siz də sevirəm. Mən istəyirəm ki, bu insanların sual verəsiniz ki, nə dərəcədə insanlar bugün bir-birinə nə dərəcədə Ümumiyyətlə, Bəli. ümumiyyətlə insanlara inanırsınızmı? heç inanmıram. Bir kəsə də inamım yoxdur. Güvəniniz itib. Yoxdur. İtdi. Deməli, inamınızı Artıq. itiriblər də, Bəli, güvəninizi bəli, bəli, qırıblar, bəli. düzdür. Bəli. Deməli, bizim insanlar var ki, həyatımıza rövnək verir. İnsanlar var ki, həyatımıza nəşə verir. İnsanlar var ki, ömrümüzü kəsir. Kəsir. Bəli. Mənə atmayın o sözü. Yox, siz yox. Sən mənim ömrümü kəsin bu evdə. İlham mənim. Bizim də Lənkəranda mənim çox sevdiyim. Mənim restorum Zalə xanım mənim ömrümü kəsin. Doğru, Allah yaxşı qızdır. Verirsən ki, bildiyim də yadımdan çıxır. Yerindədir. Deməli, 2016-cı ildə çox əziz, mən itirə gəlmişəm, Allah haqq. Hamımız Çox itirə-itirə əziz gəldik. bir insanımızı itirdi 2016-cı ildə, İlham. Allah sizdən uzaq olsun. Torpağı sana. Bildi mənə oxşayan bir şey deyəcəksən. Ona görə dedim, məndən iraq. Bax, bugün onun ad günüdür. Nə oldu? Hamısı gəlib düşürür. Qəribə deyib, inanın Allaha, sizin xəbəriniz var idi bundan. Nailə xanımın ad günüdür. Vallahi yadımdan çıxmışdı. Mən Nailə xanımı mən 2 gün öncədən qeyd eləmişəm, paylaşmışam yəni ki. Sizə bir söz deyim, Bəli. mənim əzizim, mənim dəyərlim. Deməli, biz insanlar nəsə bir yaxşı bir şey tapanda sevinirik. Bəli. Nəsə itirəndə kədərlənirik. Tapanda sevinirik, itirəndə kədərlənirik. Bu insan artıq insan həyatıdır. Biz buna alışmışıq. İndi mən sizə bir şey Allah deyim bizim ya. cavanlarımızı qorusun. Bəli, necə. amin, amin. 53 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin.
Hər şey, qoy bütün Lənkəranlar tanıyır onu, hamısı. İnanın, o qədər xeyirxah, gözəl insan idi. Bütün Lənkəran yanırdı onun üçün. Yanırdı, çox xeyirxah. Yəni, siz necə, Azərbaycanca deyirlər. Mülki tikinti işləri Bəli, tikinti işlərinə injiner. baxırdı. Bacımı da sevmişdi, almışdı. Yəni ki, elə oldu ki, hər şey elədi bacım üçün, həyatda, nə lazımdır. Deməli, Amma ki, özü gəldi, o dəqiqəyə çatdı ki, istirahət eləsin, yaxşı. Dincəlsin, rahat, o xay desin, eləyə bilir. Yəni, bu mahnını axırda deyirəm ki, Elxan onu çox gözəl vurğulayır. Deyir ki, sevdamın özüsən, sən Lənkəranım, sevda bacımdır. İlhamın oylağı, xan Lənkəranım. Bu mahnını mən ona ithaf elədim. Yəni. Allah rəhmət eləsin, Allah o dünyasını yəni, həyatımızın nəşəsini apardı. Deməli, Lənkəranlısınız. Mən bilsəydim, deyərdim efirə gələndə, toyuq ləvəngisi və yaxud da balıq ləvəngisi gətirsin. Toyuq ləvəngisi gətirməyəcəm. Amma biz köhnə dostlarıq, 20-30 ilin dostlarıyıq. Mən bilirəm ki, siz kişi qeyrətli adamsınız, onu mütləq hazırlayacaqsınız, gətirəcəksiniz və operatorlarım da eşidir, rejissorum da eşidir, hamımız bir yerdə yiyəcəyik inşallah. Mənsiz yox, mənlə bir yerdə, mənlə bir yerdə. Pay verib dərdindən öyrəndik. 2 dənə, bir toyuq ləvəngisi, bir balıq ləvəngisi. Ay sağ ol, birini də artıq özü üçün gətirərsən, bizə ancaq çatacaq. Yaxşı, verilişimizin sonuna gəldik, çatdıq, mənim əzizim, bəli. Mən sizə təşəkkür edirəm verilişimizə gəldiyiniz üçün. Çox sağ olun, var olasın. Mən sizə uzun ömür, can sağlığı arzulayıram. Və qarşıda gələn doğum gününüz mübarək olsun. O gün olsun, sizin gözəl günlərinizi, ad günlərinizi, bax, gələsiniz MTV kanalına burada qeyd edək. İnşallah ki, sizin inşallah həyatınızda bağlı gözəl filmlər var, onu xahiş edəcəyik. Bizim rəhbərlikdən burada geçsin. Ondan sonra sizə yaradıcılıq gecələri hazırlayacaq inşallah. Aparıcısı da şəxsən özüm olacaq inşallah. Leyla ilə elə konsertimizə inşallah siz apararsınız. İnşallah. Sizə uğurlar arzulayıram. Çox təşəkkür edirəm. Həyatda əgər nələrəsə çatmamısınızsa, hansı xoşbəxtliyi nail ola bilməmişsinizsə, o qızınız nail olsun. O qıza Allahdan qızıldan taxt yox, qızıldan bəxt arzulayıram. Çox təşəkkür edirəm, var olasınız. Uğurlarınız bol olsun. Çox sağ olun ki, verilişimizə gəldiniz. Çox təşəkkür edirəm sizə. Siz də sizinlə üzrə oturub söhbət eləmək insana necə pozitiv verir, bilsəz bunu. Siz bilsəz, mən o qədər verilişdə olmuşam ki, inan aparıcıdan mənə həmişə belə gözləmədiyim bir negativ ürəyim sıxılıb. Hətta elə olub ki, mən yerimdən durub qaçmaq istəmişəm reklamda. Amma indi getmək istəmirsiniz. İndi getmək istəmirəm, çox qəribədir. Amma yaxşı, bax, açıq etiraf edir. Bax, düzünü deyin, siz Allah, neçə illər siz efirlərdə olmuşsunuz, indi bacınızla bağlı, ananızla bağlı, dalbadal oldu, Allah dünyaların, o dünyaların versin, heç bir efirə çıxmırdınız, bütün efirlərdə olursunuz. Niyə məhz mənim verişimə qorxurdunuz gəlməyə siz? Bax, açıq etiraf edin də, niyə? Sizin bir təsir edici qüvvə var sizdə, o heç kimdə yoxdur. Bunu biləsiniz. Məndə də intuisiya güclüdür ya, mən onu görürəm. İnanın Allaha, inanın Allaha. Mən o gündən həyəcanlanırdım, mən dedim çox ağlayacağım, amma ki özümə biraz ürək dirək verdim. Mən sizə dedim ki, pozitiv enerji verəcəm sizə. Biz heç kim qoymuruq ağlasın. Artıq itiraf deyəndə hamı ağlamaq düşürür. Ay balam, ağlamaq yoxdur. Həyat bizi o qədər ağladı ki, sizə bir şey birbirimizi güldürməliyik. Buyurun. Sondur verilişin. Bəli, sondur. Şeir dedi, mənə demişlər bir şeir var, gələndə mənə dedilər, rəfiqələrim dedilər. 2 dəqiqəmiz qalıb. 2 dəqiqə qalıb, çox gözəl. Gözəl sözlərdir. Yəni, bu həyat elədir ki, vəsf eləyirəm, sizi vəsf eləyim deyirsiniz, yaxşı. Hə, elə. Siz çox gözəl insansınız, çox gözəl vətəndaşsınız, Azərbaycan vətəndaşı, çox gözəl bir insan, çox gözəl vətəndaş, çox gözəl deyim bunu, psixoloq, çox gözəl, tayı bəraberi olmayan, yəni gözəl aparıcısınız. Təşəkkür edirəm. Və siz o qədər qəlbən, o qədər təmizsiniz ki, bütün inan, xalqımız sevir sizi. Qalxın bir dənə bura gəlin, zəhmət olmasa. Nəsə olacaq. Yox, heç olmayacaq. Mən də sizi, verilişimizin sonudur, birlikdə sizə uzun ömür arzulayıram. Həyatınızda, mən bilmirdim Lənkəranlısınız. Buradan bütün Lənkəran torpağını salamlayıram və deyirəm ki, Lənkəranlılar, bütün bölgələrimiz bizə əzizdir. Lənkəran torpağı, Lənkəran xalqı qonaqpərvərdir, Cənub bölgəsi qonaqpərvərdir və sizin belə qeyrətli, gözəl
istedadlı, başdan ayağa istedadlı belə bir xanım qızınız var, sizin balanız var və onun da 28-i ad günüdür və onun da bu günləri ilk mahnısı Leyla xanımın ifasına təqdim olundu. Mən sizə ad günü münasibətilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Görürəm İlham mənim. Belə eləyək. Hələlik. Sağ olun, sağlıqla qalın.